Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün orta məktəb kitabından səhifə 4-ün sualların izahını verəcək uşaqlar. Burada uşaqlar kvadrat tənliklərin qruplara ayırma qaydasıdır. Amma burada uşaqlar bizdə məsələn ax kvadrat üstə gəlinsin, bx üstə gəlinsin, c bərabərdir 0 olan qayda idi. Burada biz demişdik uşaqlar, bu m-in ədədləri həmişə cəmi b-yə bərabər olmalıdır. Hasili isə m-lə n-in hasili isə a vurulsun c şəklində olmalıdır uşaqlar. Burada baxın uşaqlar 50 misal nömrə 15-də elə konkret bizim bu dediyimiz qaydadır. Cəmi m-ə hasili isə a vurulsun c-yə bərabərdir. İndi gəl məsələn 16-cı suala baxaq uşaqlar. 16-da məsələn birincisini nə etməliyik? Bizə deyir ki 6x kvadrat üstə gəlsin, 5x çıxılsın, 1 bərabər 0 yazıb. Burada m üstə gəl m bərabərdir 5-ə, m vurulsun n bərabərdir -6 şəklində olacaq. Hasili mənfi cəmi müsbət elibsə necə ola bilər? Məsələn -1 ilə 6 ola bilərmi? Bəli. Onda mən burada 6x kvadrat üstə gəlinsin, bu 5-i parçalamam lazımdır. 6x çıxılsın 1x, bir də çıxılsın 1 bərabər 0 şəklində yazmalıyam. Bu ikisini bir qruplaşdıracağım, bu ikisini bir. Buradan 6x'i çıxartdığımız zaman x üstə gəl 1 olar. Burada mənfini çıxartsa uşaqlar, burada x üstə gəlsin 1 şəklində olmalıdır. Uşaqlar baxın, həmişə bu mötərizənin içində eyni ədədlər olmalıdır. Bizim bu vuruqları ayıra bilməmiz üçün. Burada x plus 1'lər ortaq olduğuna görə buradan 6x, burada da fərz edin 1 var. Çıxılsın 1 bərabərdir 0 şəklində olacaq uşaqlar. Sonra keçəlim məsələn ikinci sualda. Deyək ki 2x kvadratı minus 5x çıxılsın 3 bərabər 0-da. Burada da nə etməli uşaqlar? Yenə də baxın eyni qayda ilə m üstə gəlinsin n bərabərdir -5-ə, n vurulsun n bərabərdir 2 vurulsun -3 olacaq. Bu da elədir -6-ya. Cəmi -5, hasili də -6. Hansı ədədlər olar? Məsələn -6 ilə 1 ola bilərmi? Ola bilər deyil mi uşaqlar? Baxın bir dənə -6 ilə 1'i toplasam -5, vursam da -6. Buradan 2x kvadratı minus 1x üstə gəlinsin 6x yazsaq. Belə. Baxaq görə burada düz dedim. Yox, bunu səhv dedi uşaqlar. Plus 1x olmalıdır. Bura müsbətli çıxılsın. 6x minus 3 bərabər 0 şəklində olmalıdır uşaqlar. Sonra gəldik. Burada isə bunları bir qruplaşdırmalıyıq. Burada da bir. Buradan x-i mötərizə xaricdən çıxaraq 2x üstə gəlsin 1 olacaq. Buradan 3-ü mötərizə xaricdən çıxarsaq, burada 6-dan 3-ü götürsək 2 qalar. 2 üstə gəlsin 1 olar. Bu da bərabər 0. Buradan qeyd eləsək, yenə də baxın 2x plus 1 yenə vuruqdur. Buradan da x minus 3, bu da bərabər 0 şəklində olmalıdır. Gəl inşallah biraz fərqli suallara baxalım. Məsələn 4-cü sualda deyək ki 4x kvadratı minus 8x üstə gəlinsin 3 bərabər 0-a. Burada yenə də m üstə gəlinsin n bərabərdir -8 olacaq. n vurulsun n isə bərabərdir 4 vur 3 12-yə. Baxın hasili 12, cəmi də -8. Məsələn -2 ilə -6 olarmı? Ödəyir elə deyil mi uşaqlar? Baxın hasili müsbət elədir, cəmi mənfi. 4x kvadratı minus 2x minus 6x plus 3 bərabər 0-a. Bu ikisini bir qruplaşdırıram, bu ikisini bir. Buradan 2x'i çıxardanda 2x minus 1 olacaq. Buradan -3'ü çıxartdığım zaman yenə də 2x minus 1 olacaq. Bax uşaqlar. Bərabərdir 0-a. Buradan 2x minus 1'i çıxartdıq mötərizə xaricinə. Buradan 2x minus 3 bərabərdir 0 olacaq. Yəni bu şəkildə baxmamız lazım. Gəlin biraz böyük ədədlərə baxaq. Məsələn 6-cı sualda 3x kvadratı minus 13x çıxılsın 30 bərabər 0 olacaq. 30'dur bu. M üstə gəlinsin n bərabərdir -13. N vurulsun n isə 3'ü -30 vuranda -90. İndi baxın nəyə vursam 90 eləyər. Məsələn 9 vur 10 ola bilər. Başqa nə var? Məsələn 16'nı 5'ə vursaq 16'nı 5'ə yox 15'i 6'ya vursaq olar. Amma cəmi 13. Amma baxın uşaqlar. -18 ilə 5 ödəyərmi? Hə, ödəyir baxın uşaqlar. -18 üstə 5 gəlsən -13 hasili də eləyəcək. Əla. Onda 3x kvadratı minus 18x üstə gəlinsin 5x çıxılsın 30 bərabər 0 şəklində olacaq.
Bu ikisini bir gruplaştırır. Bu ikisini de bir. Burada 3x'i çıxarsaq x minus 6 olacaq. Buradan 5'i çıxartsaq x minus yenə də 6 olacaq uşaqlar. Burada x minus 6'ları çıxarsaq mütərizə xaricinə. Buradan 3x üstə gəlinsin 5 bərabərdir 0 olacaq uşaqlar. Bu da belə. Sonra məsələn burada yenə də baxın hamısı demək olar ki eyni qaydadadır. Gəlin bu biraz böyük olanı yazmağa çalışıram. Sizin üçün də çətinlik törədə biləcək suallar ola bilər, yəni bu sual ola bilər daha doğrusu. Burada belə yenə də baxın uşaqlar m üstə gəlinsin n. Bax bu qaydanı biləndən sonra artıq avtomatik. Sadəcə bir dənə burada nədir? Uşaqlar üçün məsələn şagirdlər üçün problem yaradan nədir? 3, 8, 24. Yəni bunu fikirləşmək ki, hansı ədədlərdir? Həmişə hasilə baxın. Baxın nəyə vursam 24 eləyər. Məsələn 3'ü 8'ə vursam 24 eləyərmi? Hə. Bəs 3 ilə 8'in cəmi 11 eləyir. Deməli bunların hər ikisi mənfidir ki, mənfi 11 alınıbdır cavab. Əla. Baxın bu şəkildə fikirləşdiyimiz zaman ortaya çıxacaq. Buradan çıxılsın 3x, çıxılsın 8x, üstə gəlinsin 8x. Bərabər 0. Buradan bu ikisini bir gruplaşdıran, bu ikisini bir. Buradan 3x'i çıxardanda x minus 1. Buradan 8'i çıxardanda x minus 1 bərabərdir 0. Burada x minus 1'i çıxartdım. Buradan da 3x minus 8 bərabərdir 0 şəklində olmalıdır uşaqlar. Belə. Sonra gəldi bizə deyir ki 17-ci sualda verilmiş kvadrat tənliklərdən sol tərəfinin tam ədədlərlə vuruqlarını ayırma mümkün olanları həll edin. Digərlərinin qarşısına isə ulduz işarəsi yazın deyə. İndi gəlin məsələn baxaq görə bunların hansı olur. Uşaqlar baxın. Belə tip suallarda necə etməliyik? Təbii ki baxın yenə eyni qaydada edirik uşaqlar. 7 üstə gəlsin 14 bərabər 0 yazmalıyam. M üstə gəlsin n bərabərdir 7-yə. N vurulsun n bərabərdir məsələn 56-ya. Uşaqlar baxın. Yəni nəyə vursam 56 eləyər? Məsələn gəlin bunları yazalım. Məsələn 56 vur 1. Sonra nə var? 8 vurulsun 7 var. Sonra 14 vurulsun 4 var. Öyle değil mi? Bir də 28 vurulsun 2 var. Uşaqlar baxın bu ifadələrdən hansınsa toplayanda 7 eləyən varmı? Hə, deməli bu tam ədəd deyil. Bax uşaqlar. Buna bir ulduz qoyalım. Məsələn, ikinci suala baxaq uşaqlar. 2x kvadrat üstə gəlsin 7x üstə gəlsin 6 bərabər 0. Yenə də m üstə gəlsin n 7 olmalıdır. N vurulsun n bərabər 12. Baxın uşaqlar, indi 12'nin vuruqları 1 vurulsun 12, 6 vur 2, 4 vur 3. Uşaqlar baxın 4 ilə 3'ü toplasam 7 eləyərmi? Hə, deməli bu 4 ilə 3'dür bax uşaqlar. 4 və 3 olar mı? Olar. Deməli bu doğru olandır. Yəni bunu tam ədədə çevirmək olar. Məsələn yazıb ki bizə 4x kvadratı minus 12x üstə gəlsin 5 bərabər 0'a. Yenə də m üstə gəlsin n bərabərdir mənfi 12'dir. N vurulsun n isə 20'dir. 20'nin bölənləri hansılardır? Məsələn 20 vur 1 var. 10 vur 2 var. 5 vur 4 var. Baxın uşaqlar bunların içində hansının cavabı 12 ilə? Məsələn 10 ilə 2'nin cəmi 12'dir. Hə, deməli burada müsbət almışsa mənfi 10 ilə mənfi 2 olacaq. Olar mı? Oldu. Tam ədəddirmi? Bəli. Deməli bu da doğrudur, bu da doğrudur. Yəni bu şəkildə istənilən misalı biz həll edə bilərik uşaqlar. Məsələn gəlin ürəyimiz hansına istəyir? Məsələn gəlin buradan bir dənəsinə baxın. Bu 5x olana baxacağım. Deyək ki 5x kvadratı üstə gəlsin 3x üstə gəlsin 4 bərabər 0'a. Yenə də uşaqlar m üstə gəl n bərabərdir 3'ə. N vurulsun n bərabər yenə 20'dir. Baxın 20'nin böyle 20 vurulsun 1. Sonra 10 vurulsun 2. 5 vurulsun 4. Hansısa cəmi 3 eləyən var mı? Yoxdur. Deməli bu tam deyil bax kökləri. Gəlin buna baxalım 22 olana. Elə direkt misalı yazıram köçürmədən, şərti köçürmürəm. M üstə gəlinsin n bərabərdir 22'yə. N vurulsun n isə bərabərdir 40'dır. Baxın 40'ın bölənləri nədir? Məsələn 40 vur 1 var. Sonra 20 vur 2 var. Elə deyilmi? 10 vur 4 var. 5 vur 8 var. Bunların içindən hansını toplayanda 22 eləyir? Bax 20 ilə 2. Hə, var mı? Var. Deməli hər ikisi müsbət 20 və 2'dir. Deməli bu da nədir? Doğrudur. Yəni tam kvadrat şəklində göstərmək olar.
Uşaqlar, baxın, çıxardığım vurğular ayırması bu şəkildədir. Konkret qaydanı biləndən sonra rahatlıqla ayırmaq da olur. Bugünlük mövzu izahımız bu qədər uşaqlar. Ümid edirəm ki, video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.